Bir çox yerlər söz verə bilər, amma Film Akademiyası sözdə deyil, əməldə öz sözünü göstərir. Mən Məmmədov Bəhlul, 29 yaşım var. Azərbaycan Film Akademiyasının məzun aktyoruyam. İlk səhnəyə çıxmaq daha çox həyəcanlı idi. Ən maraqlı hissə deyərdim ki, elə etud imtahanı vaxtları idi. Etud mərhələsindən sonra olan tamaşa mərhələsi, o da maraqlı bir hissə idi. Çünki orada tamam başqa-başqa obrazlara girdik. Daha sonra biz kino mərhələsinə başladıq. Kamera önündə hərəkət, aktyorun davranış qaydaları. Biz sonda da diplom iş olaraq xarizma filminə çəkildik. Skeç mərhələsində isə heç nə yoxdur, anidən bir şey qurmaq. 1 dəqiqənin, 2 dəqiqənin içində anidən bir tamaşa kimi bir şey qurulmalıdır deyə təzə-təzə çox çətin gəlirdi bizə. Komanda işi daha çox oyuna çıxır skeç mərhələsində. Özümdə çox fərqlər var. Özüm bir qədər qapalı insan idim bura gəlməmişdən öncə. Və bura gəldikdən sonra psixoloji cəhətdən, yəni bir qədər o qapalılıq aradan qalxıb, kino xəyalında olanlar, aktyor, aktrisa, senarist, rejissor olmaq istəyənləri Azərbaycan Film Akademiyasına gəlməyi dəvət edirəm. Bir çox yerlər söz verə bilər, amma Film Akademiyası sözdə deyil, əməldə öz sözünü göstərir.